birinci sinifinə daxil olub. Uşaq bağçasında və ümumi təhsil məktəblərində təşkil olunan kütləvi tədbirlərdə fəal iştirak edib. 2021-ci il sentyabr ayında Şəriur şəhər Bəhruz Şəncərli adına Uşaq İncəsənət Məktəbinin fortepiano ixtisası üzrə birinci sinifinə daxil olub və həmin təhsil məktəbinin 4-cü sinifində təhsilini uğurla davam etdirir. Zəhra Abbasova məktəbi xor kollektivinin tərkibində və ixtisası üzrə fərdi qaydada müsabiqələrdə iştirak edərək 2023-cü ildə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ifaçılıq müsabiqəsində, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş Naxçıvan İstedadları İncəsənət Festivalında, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan müsabiqədə fərqləndiyinə görə diplom və fəxri fərmanlara layiq görülüb. Həmçinin, Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş müsabiqələrdə, məktəb daxili keçirilən bir çox tədbirlərdə və biliş yarışlarında fəal iştirakına görə məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıb. İnanırıq ki, Zəhra qızımız bundan sonra da müəllimlərinin və valideynlərinin ona göstərdiyi etimadı doğrularaq daha zəylə çalışacaq və gələcəkdə daha böyük səhnələrdə çıxış edəcəkdir. İndi isə sizləri Zəhra Abbasovaya həsr olunmuş video çarxa baxmağa dəvət edirəm.